Hər vaxtınız xeyir olsun dostlar. Necəsiniz? İnşallah ki, yaxşısınız. Deməli, bu gün nə edirik sənə? TikTok videoları izləyirik. Bir neçə dənəsini yükləmişəm sözünüzü. Baxmamışam, amma yükləmişəm belə. Çünki hələ necə deyim, dəqiq bilmirəm ki, necə qurulub falan ona görə. İndi gəlin keçək videolara görək nə edirik. Burada özümü çəkirdim indi görə. Bunu başımı buraxın. Deməli, ilk öncə belə bir videodan başlayaq. Oba, gözlər getdi. Burada düymə kimi var ya, aparat ondan da. Fransa yəqin ki, Croissant falan var. Bəli, bəli. Yəqin ki, filmdir bu. Yəqin ki, yox, çox güman ki, filmdir. Bunun nə fərq olduğunu bilmədim, amma hə, film olacaq bu. Bəli. Bu video haqqında nə düşünürsünüz uşaqlar? Avşumun başını buraxın. Gəldi indi buna. Buna Hüseyin Əzoğlu. Oba. Xaricilərdən. Bizlər. Xaricilərdən. Baba bu çox zloy videodur həqiqətən. Hamı görəndə məsələn belə deyirdim. Məsələn parkda meymun görsən, Tarık Oqday. Mənim dostum var İslamda. Həmişə deyirəm ki, amma İslam zor deyirsən. Mırtdaşmalıq yəni konkret. Bu nədir brat? Только пусть свища степи, только ветер гудит провода, тускло звезды мерцают. Bu video gələndə, həqiqətən mahnı da doğrusu gələndə adam biraz qəribə olur. Necə deyim? Görürsən, elə bir ki, həqiqətlər qabağına gəlir, gözün qabağına gəlir. Ya dünyanın necə bir yer olduğu yadıma düşür deyim. Necə insan biraz fərqli fikirləşir, nə bilim, fərqli düşüncə olsun. Fikri tamamilə başqa olur da, başa düşdünüz necə? Yəni həqiqətən bombastika. Yenə Hüseyin Əzoğlu var. Gəlin baxaq. Ata zəng eləyəndə hamı qaçır evə də, var yox nə mənə. Yadıma gəlir 2015, 2016, 2017 səhv bilmirəmsə, yəni belə vayınlar çəkildi Hüseyin Əzoğlu. Uşaq idim, onda baxırdım. Yadıma düşdü. İlkin Xəlil. Görək İlkin qaqaş nə çəkib. Ova. Həqiqətən bu necə deyim, yaşanmış bir şeydir. Düzdür, belə eləmirik sözüncü. Prosta adam əsəbləşir də. Ya gəlsən görsən ki, məsəl üçün sənin yerinə oturub, kompüterində uşaq oynayır, nə bilim, belə elə. Adam biraz yəni fikri yayınır, cancı yer. Nohaq. Desene öz yapıcılığı Öz ifasını görürsən, Ne oldu ki fasolla? həm qışda həm yayda eyni paltarda gəldirsən ata. Olsun bu şıkkama göre. Ona görə səni ana hər həftə xəstəxanaya aparır. Narahat olma, bugün mənli idi. Bu nedir dayı? Ata sənə adam olmuyor, olmayacaq da. Neyin ki işte beğenmemişim. Gəl sənə qazı da var. Gəl ata, gəl. Hara getdin sen bana? Raha elektronik, fərqli məbləğ aksesuarların mağazası. Məndən sənə original bir AirPods 25 Reklam. Gəl sənə normal powerbank 35 manat. 45 manatlıq proyektdir, gəl istifadə elə. Belə deyim də, bu qaqaşların çəkdiyi videoda, yəni necə deyim, insanların yaşanmış şeyləri var da, yəni qəşəng çəkirlər həqiqətən. Ümumiyyətlə bütün çəkilən videoları görsən ki, insanlar necə yaşayıbsa ona aid çəkirlər həqiqətən. Məsələn, bir videoları var idi yadımdadır. Orada ki, atası çox böyük bir paltar alır da əyninə. Həqiqətən elədir. Mənim bir dənə elədir daha doğrusu. Mənim bir dənə şey var, paltarım, kostyum, üst kostyum, nə deyirlər ona, yəni pencək. Pencək mənim bir dənə yekədir, Allahın olsun. Bax, mən ikinci kursam indi. Birinci kursda almışdılar, o da yekəydi olsa, sən xidmətə gedəndə geyinirdim. Ya o ki, toyacada geyinirdim, utanırdım ya, mən əynimə çox yekədir də yəni o. Nəysə, gələ görə burada nə var? Aga be. Aşk işləri bizlik deyil də, yəni belə deyim. Belə şeylər açılanda yəni biraz qəribə olur. Deyir ki, ya məndə niyə yoxdur, ya məsələn olsa necə olacaq, biraz fikir götürür, dərk götürür. Məsələn deyirsən ki, pul qazanmırsansa necə baxa bilərsən? Yəni buna görə biraz qəribədir.
Mən də video çəkirəm, heç bilmirəm videoda necə düşürəm, ya video necə çəkilir, səs necə düşür. Yəni kamera yoxdur, notebookun kamerasıdır. Bunu nəzərə alarsınız dostlar. Bundan başqa da nə deyim? Girək o bir videoya. Bu sel daşlanır. Sel yəni ki, keçən gün 16-sı da çox pis yağış yağdı və gördüyünüz kimi, bildiyiniz kimi bütün hər yer, nə bilim, su dolmuş, daşmışdı. Burada da bilmirəm hansı tərəfdir. Yəni belə bir hadisə baş vermişdi ki, bu deyəsən bu kran açdı, nə elədi? Kran deyildi, ekskavator, nəsə də ondan. Ekskavatordur. Nə, hə, ondan da nəsə başını buraxan. Qardaşım da bez kraskadır. Nəysə, bu açdı, bir dənə sahə rəisi rəhmətə getdi, Allah rəhmət eləsin. Bir də 3 nəfər də səhv etmirəmsə yaralı var idi. Yəni deyəsən bura aşmışdı suyun içinə də, qabaqda da var idi. Bir 2 dənə video gördüm, məsələn burada da var idi. Həmin şeydən, amma təəssüflər olsun ki, bir nəfər vəfat edib, Allah rəhmət eləsin. Buna girək. Həqiqətən niyə belədir? Ya nə bilim kalkulyatora girirsən, ya nə bilim hər tərəfə barmaq eləyirsən də, güya kimlə siz yazışırsan, maraqlı olsun da başa düşdün. Daha yaxşı görünmək üçün. Bəli. Başqa nə video var canınızı yer? Oba. Qaqa Amerikan. Bəli, gördüyünüz kimi Azərbaycan irəli gedir və Amerika çöküşdədir uşaqlar. İnşallah video bura qədəmdir, zarafatsız, yəni elə belə çəkdim yəni bu videonu. Dedim görüm necə alınır. Heç bilmirəm səs necə düşübdür, ya necə deyim, video necə düşüb, mən necə düşmüşəm. Ola bilər ki, yəni pis düşmüşəm. Yəni dediyim kimi mikrofon o deyil, işləmir kimi bir şeydir. Bəlkə də kompüterin səs sistemini yazır bu dəqiqə, deyə bilmərəm ki, yəni bunu dedim nə olar? Kamera kompüterindir, o da yaxşı çəkməyə bilər. Başqa necə deyim? Kompüter belə şeylərə baxımdan çox da güclü deyil. Yəni proqram içinə proqramlasın ən zor olar da. Amma ən yeni kompüterlər bomba kimidir. Fərqli şeylər işləyir də başa düşdünüz. Hə, üniversitet işlərinə falan mənə köməklik eləyir. Öpürəm kompüteri. Sonramda uşaqlar, əgər video xoşunuza gəldisə, like atmağı, kanala abunə olmağı və yorum yazmağı unutmayın. Sevilirsiniz, öpürəm sizi. Bundan da ürəksiz uşaqlar, ürək. Bəli. Goodbye. Spasiba большое.